Qızım artıq gündüzlər çox möhkəm yatır. Səsə reaksiya vermir. İşığa da oyanmır artıq. Çünki pərdə otağı tam qaranlıq edir. Elə bil gecədir. Axşam gizlicə addım səslərimi belə eşitmədən təmizlik etmək yerinə gündüzlər rahat iş görə bilmək gözəldir. Əlbəttə, ən asanı həftə sonu təmizləməkdir. O zaman yoldaşım qızımızla gəzintiyə çıxır və onunla oynayır. Amma son vaxtlar istəmirəm o günləri təmizliyə sərf edim. Daha çox istəyirəm ki, birlikdə vaxt keçirək, gəzintiyə çıxaq, oynayaq, bir yerə gedək, biraz dəyişiklik olsun. Qızım böyüyüb, artıq maraqları çoxdur. Onun üçün maraqlı master-klasslar və tamaşalar tapmışam. Biletləri də almışam artıq. Tezliklə gedəcəyik. Düşünürəm ki, xoşuna gələcək. Yatana qədər isə baxaq nəyə çatdıracam. Döşəmələri siləndə suya alma sirkəsi əlavə edirəm. Parlayan döşəmələr üçün gizli sirrimdir. Həm təmizləyir, həm mikrobları öldürür, həm də xoş ətir buraxır. Kiçik bir sirr olsa da çox faydalıdır. Təmizlik indi çox asandır. Çünki evdə artıq lazımsız əşyalar qalmayıb və doğrudan da nəfəs almaq yüngülləşdi. Nə qədər az əşya varsa, bir o qədər rahatlıq və səliqə olur. Evdə bir neçə xırda iş qalıb. Onları da bitirsəm, hər şey daha da rahat olacaq. Zalı bitirdim, indi mətbəxə keçdim. Hər yeri səliqəyə salıram. Bütün səthləri silirəm. Növbəti videoda mütləq sizə göstərəcəm. Dolabları necə təmizləyirəm ki, ləkə və iz qalmır. Saat yarıma yalnız zalı və mətbəxi təmizləyə bildim. İndi bir fincan çay süzüb bu sakitliyin dadını çıxarmaq qalır. Balaca şahzadəm oyanana qədər. Və bu sakit ev yenidən sevinç səsi ilə dolacaq. Belə anları qoruyun. Çünki xoşbəxtlik bu anlardadır.